Yeni ilə sayılı günlər qaldığı ərəfədə hava şəraitinin necə olacağı hamını düşündürür. Sabahın hava proqnozu açıqlanıb. Dekabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın əsasən mülayim keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz isə 8-12 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə dekabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz bəzi yerlərdə çiskinli yağış yağma ehtimalı da var. Gecə və səhər saatlarında duman müşahidə ediləcək. Cənub-şərq küləyi gündüz saatlarında şimal-qərb küləyi ilə əvəz olunacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa qədər enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz isə 70-75% səviyyəsində olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağma ehtimalı var. Bəzi yerlərdə duman müşahidə olunacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 7-12 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 3-8 dərəcə şaxta, gündüz isə 3-8 dərəcə isti təşkil edəcək. Beləliklə dekabrın 24-də həm paytaxtda, həm də rayonlarda əsasən nisbətən sakit hava şəraiti müşahidə olunacaq. Lakin bəzi bölgələrdə duman və çiskinli yağış ehtimalı nəzərə alınmalıdır.